إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن محمدا عبده ورسوله أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى في محكم كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم Sadaqallahul azim. Dərəm müsəlman qardaşlarım. Allah-u Teala Quran-ı Kərimdə belə buyurur. De, Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz əməlləri, hər cür günahı, haqsızcasına zülm etməyi, Allahın haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur. Dəyərli qardaşlarım, şirk Allaha ortaq qoşmaq deməkdir. Bunun isə zahiri, yəni açığı vardır və batini və gizlisi vardır. Zahir olanı bildiyimiz şirkdir ki, təslis inancı dediyimiz üç ilaha inanmaq və yaxud da bütləri Allah qatında himayəçi qəbul etmək məhz bu qrupa girər. Şirk Allaha ortaq qoşmaq deməkdir. Və həqiqətən də bu ən böyük günahdır. Gizli şirkə gəldikdə isə bu əsas etibarı ilə iki yerə ayrılar. Birincisi, Allahın rızasını və razılığını unudub, insanlara riya və kibir göstərərək nümayiş etmək, yaxud nəfsinin arzularını təminə diqqət göstərmək. Digəri də, əşyanın yaradılmasında bir səbəb olaraq vəzifə görən məxluqata olduğundan çox əhəmiyyət vermək, onları təsir gücünə sahib zənn etməkdir. Dəyərli qardaşlarım, bir də bu gizli şirkin bir dərəcə daha örtülüsü və pərdəlisi var ki, hərəkət aləmində deyil, hiss aləmində və qəlb aləmində cərəyan edər. İnsanlar mənən tərəqqi etdikcə, şirk də getdikcə pərdələnər. Səbəblərə olduğundan çox əhəmiyyət vermək də gizli bir şirkdir. Bir işin reallaşdırılmasında səbəbin haqqı bir ikən ona 100 qat çox dəyər biçilsə, 99'u gizli şirk hesabına keçər. İnsanın öz nəfsinə çoxca güvənməsi, bütün lətifələrini onun əmrinə verməsi də və özünə böyük tutaraq hər şeyin özündən olduğunu zənn etməsi də gizli bir şirkdir. Buna bir misal çəkək. Cəbbər və mütəkəbbir ancaq Allahdır. İnsan Allahın özünə bəxş etdiyi varlığı, qüvvəti, elmi, onun huzurunda, onun qullarını əzməkdə istifadə etsə, cəbbər və mütəkəbbir olmağa meyl etmiş və gizli şirkə girmiş olar. Rasulullah sallallahu aleyhi və səlləm fələk üçün cəhənnəmdən bir zindandır demişdir. Onda cəbbarlar, mütəkəbbirlər həbs olunlar və cəhənnəm ondan Allaha sığınar buyurur. Amma təəssüflər olsun ki, cəhənnəmin ürküb qaçdığına biz can atırıq.
Yalnız bu belə nəfsin cəhənnəmdən çox daha təhlükəli olduğunu bildirməyə kafidir. Bir misal. Amma bunu da yenə həmən o nəfs ucbatından anlamağa yanaşmırıq. Özümüzə qətiyyən yaxın buraxmırıq. Əziz qardaşlarım, Rasulullah s.ə.v hədis şərifdə buyurur ki, İslam dinini qəbul etmiş bir insan hər hansı bir şəxsə zənginliyi üçün hörmət göstərərsə, dininin 2/3 gedər. Zənginliyinə görə hörmət edərsə, dininin 2/3 gedər, deyir Rasulullah s.ə.v. İslamda Allah üçün sevmək əsasdır. Allah rızası üçün. Zəkatını verən, xeyirli işlər görən, malını, pulunu xərcləyən bir zəngini sevmək Allah rızası üçündür. Və bu, həmin əvvəldə oxuduğum hədisin hökmünə girməz. Çünki Allah rızasına sevgi sünnədə sabitdir. Burada qadağan olunan sevgi, Allahdan qafil olaraq qula zillət göstərmə tərzində olan sevgidir. Qardaşlarım, İslam tövhid dinidir. Bu kainatın sahibi və maliki birdir. O isə Allahdır. Hər xeyr ancaq onun xəzinəsindədir. Malın da, mülkün də sahibi yalnız və yalnız odur. İslam nə işıq üçün günəşə, nə taxıl üçün tarlaya, nə də sərvəti üçün zənginə həddindən artıq ölçüdə minnətdar olunmasını əmr eləməyib, qardaş. Əksinə olunmamasını əmr eləyib və bunu tövsiyə eləyib. Hər kəs və hər şey yalnız bir səbəb və vəsilədir. Allah istəməsə, kim bizə bir xeyir və ya ziyan verə bilər? Onun izni olmadan budaqdan bir yarpaq qopub düşmürsə, kim bizə nəsə verə bilər və ya nəyisə bizdən ala bilər? Bütün neymətlər yerin və göyün Rəbbindən gəlir. Bu dərsi alan kasıb bir mömin, bir zənginə ruzusunu o vermişcəsinə zillət göstərərsə, tövhid inancı, yəni Allahı bir olaraq qəbul etmə etiqadı zədələnə bilər. Zəngin olsun, kasıb olsun, hər insan ancaq və ancaq iman, əxlaq, fəzilət, elm, mədəniyyət, dürüstlük kimi sifətləri üçün sevilməlidir. Tutduğu vəzifəsinə görə, oturduğu yerə görə və yaxud da sahib olduğu mala və mülkə və ya pula görə sevilməməlidir. Zənginlik, varlı olmaq tək başına bir sevgi səbəbi deyil, qardaşlarım. Və həmçinin bir zəngin də bu hədisi şərifi oxuduqdan sonra heç kimi minnət altında buraxmamalıdır. Etdiyi yaxşılıqlara, etdiyi ehsanlara qarşı həddindən artıq bir hörmət gözləməməlidir. Əks halda o qarşı tərəf dediyimiz qardaşımızın şərəf və ləyaqətini alçaltmaqla bərabər onun dini və etiqadını da zədələmiş olarıq. Həqiqətən də saladığımız kiçik şirklərin yalnız və yalnız biri idi və ya bir neçəsi idi. Xütbəmə Quran-ı Kərimdən bir ayə ilə son vermək istərdim. Allah-u Teala buyurur ki, müşriklər deyəcəklər, Allah istəsəydi, nə biz, nə də atalarımız ona şərik qoşar, nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də öz peyğəmbərlərini beləcə yalancı hesab etmişlərdir. Axırda əzabımızı daddılar. De,
bizə göstərə biləcəyiniz bir bilginiz varmı? Siz ancaq zənnə qapılar və ancaq yalan danışırsınız. Ələ innə əhsənəl kələm və əbləğəl nizam kələmullahil məlikil azizil alləm və izə qur'əl Qur'anu fəstəmi'u ləh və ansitu ləalləkum turhamun.